Salam uşaqlar, bugün mən sizə zərfi izah edəcəm. Qeyd edeyim ki, zərf ən çox qarışdırılan nitq hissələrindən biridir. Belə ki, biz isimləri, sifətləri, sayıları keçəndə zərflə ortaqlı sözləri qeyd etmişdik. Ona görə də bəzən uşaqlar zərfdən həmin nitq hissələrini fərqləndirməyə çətinlik çəkirlər, amma biz həmin nitq hissələrini keçəndə, yəni fərqləri qeyd etmişdik. Misal üçün, isim kimi olanları, sifət kimi olanları və say kimi olanları hansı halda saydı, hansı halda zərf kimi olduğunu qeyd etmişik. Bugün bir daha qeyd edəcəyim. Və bir də fe'li bağlamalarla zərf daha çox qarşıdır. Onda fe'l bölməsini keçəndə, fe'lin təsriflənmə formalarını keçəndə sizə ətraflı məlumat verəcəm. Zərf qeyd etdim ki, əsas nitq hissələrimizdən biridir. Hərəkəti müxtəlif cəhətdən izah edir. Hərəkətin tərzini, zamanını, yerini və miqdarını bildirən əsas nitq hissəsidir. Zərfin sualları nə zaman, haçan, nə vaxt, haraya, harada, haradan, nə qədər, neçə, nə tərzə, necə, nə cür və sair kimi suallarından birinə cavab verir. Qeyd edeyim ki, zərf həm təsriflənən fe'llərə, həm də təsriflənməyən fe'llərə aid olur. Bəzən uşaqlar yəni zərfi tapmaq üçün başlayırlar cümlənin xəbərini axtarmağa. Biz isə zərfi tapmaq üçün yəni xəbərə yox, baxmalıyıq fe'lə. Həm təsriflənən fe'lin qarşısına gələ bilər, həm də təsriflənməyən fe'lin qarşısına gəlib izah edə bilər. Qeyd edim ki, zərf təkcə yəni fe'llərə yox, başqa nitq hissələrini də müxtəlif cəhətdən izah edə bilər. Zərfin quruluşçu növləri. Zərflər quruluşda sadə, düzəltmə və mürəkkəb olurlar. Digər nitq hissələri kimi zərflər də yalnız bir kökdən ibarət olduqda, yəni üzərində leksik şəkilçi olmadıqda biz onlara sadə zərflər deyirik. Ən birinci yazacağım zərf bizim fonetika bölməsində də izah etdiyim sırağa gün sözünü yazacağım. Çünki uşaqların ən çox qarışdırdığı sırağa gün sözü. Biz bunu hansı söz kimi keçmişdik? Yəqin ki, yadınıza düşdü. Qeyd etmişdik ki, fonetikada dilimizdə iki samit sözün əvvəlində iki samit yanaşı işlənən milli mənşəli söz yoxdur, alınma sözlərdir. Lakin biz demişdik ki, istisna olaraq sırağa gün sözü iki samit söz əvvəlində yanaşı işlənsə milli sözdür və qeyd etmişdik ki, sırağa gün sözü sadə sözdür. Bəzən uşaqlar gün sözünü buradan parçalayıb götürüb müstəqil kimi qeyd edirlər, amma yadda saxlamaq lazımdır ki, dilimizdə sırağa sözü olmadığı üçün o cümlədən inişli zərfini də qeyd edeyim. Uşaqlar bir çox hallarda burada il götürürlər. Bunu iki dənə söz kimi qeyd edib mürəkkəb sözlər içərisinə verirlər. Lakin yadda saxlamaq lazımdır ki, nə sırağadır, nə də iniş sözü olmadığı üçün biz bu sözləri sadə söz götürürük. Sonra sözü yenə, içəri, bayır, bura, ora və s. kimi, dünən kimi sözlər də sadə zərflərə aiddir. Düzəltmə zərflər müxtəlif leksik şəkilçilərin köməyi ilə yaranır. Bura ən birinci aid edəcəyim ca şəkilçisini, ca üstü iki şəkilçisi ilə yaranan sözlər. Qeyd edeyim ki, ca biz zərf, sonra biz sifətin çoxaltma dərəcəsini keçəndə ədat kimi keçmişdik. Orada indi ədatı keçəndə də ayrıca caya toxunacaq və qoşma kimi keçəcəyik. Canın zərf düzəldən leksik şəkilçi olduğunu ən rahat yadda saxlamaq yolu yadda saxlayırsınız ki, dil anlayışı bildirən sözlərin üzərində ca leksik şəkilçi. Qalan hallarda isə ya qoşma olacaq, ya da ədat olacaq. Türkcə, rusca, Azərbaycanca, Almanca və s. kimi sözlərdə, deməli, qeyd etdiyim kimi yenə də deyirəm, dil anlayışı bildirən sözlərdə ca, cə nə olacaq? Leksik şəkilçi olacaq. Qalan hallarda isə zərf düzəldən şəkilçi olmayacaq. Sonra gəlir casınan şəkilçisi. Casınan, bu da iki variantlı şəkilçidir. Məsələn, igidcəsinə, qəhrəmancasına və s. kimi qeyd edə bilərik. Sonra gəlirik yana, yana və anə şəkilçisi var. Bu şəkilçi alınma şəkilçidir. Və bu şəkilçidə deməli qeyd edeyim ki, alınma, yəni fars mənşəli şəkilçidir. Misal üçün tutaq ki, deyərəm saymaz yana.
və s. kimi sözlər yaratmış olacaq. Sonra dan şəkilçisi var. Dan şəkilçisi misal üçün tutaq ki, deyirəm bərkdən, ucadan. Çoxdan. Və s. kimi bu tipli sözlər deməli zərf düzəldən şəkilçi olacaq. Amma biz dan sözünü keçmişlik, çıxışlıq hal şəkilçisinin üzərində. Bəzən uşaqlar, yenə də burada da qeyd edəcəm, bir sıra sözlər var ki, misal üçün isimlərin üzərində dan şəkilçisi görəndə onu zərflə qarşılayırlar və yaxud da bu tipli sözlər zərf kimi götürülür. Yadda saxlayırıq ki, misal üçün deyirəm o ucadan danışır. Necə danışır? Ucadan danışır. Amma deyirəm ki, o kitabdan mənə nə isə danışdı. Nədən? Kitabdan. Burada kitabdan sözü nədən suallanacaq? Biz bunu sualı ilə də rahatlıqla tapa bilirik. Sonra la şəkilçisi var. La üstü 2 şəkilçisi. İgidliklə, daha doğrusu deməli, elə qeyd etdiyim igidliklə sözünü yazım. İgidliklə, igidlik sözündən, igidliklə, igidlik ismindən igidliklə zərfi yaranmışdır. Qəhrəmanlıqlarına, sonra güclə və s. kimi zərflər la şəkilçisi ilə yaranan zərflərdir. Sonra ən şəkilçisi qəsdən, daxilən və s. kimi sözlər yaranır. Qeyd edim ki, la şəkilçisi, ən şəkilçisi, ca şəkilçisi və casna şəkilçisi vurğu qəbul etməyən şəkilçilərdir. Biz bunu vurğu mövzusunda da deməli qeyd etmişdik ki, həmin şəkilçilərə diqqət yetirəsiniz. Sonra digər şəkilçilərdən lıq şəkilçisi var. Lıq üstü 4. Misal üçün hələlik, həmişəlik, hələlik və s. kimi bir nümunə yazım. Caq şəkilçisi var. Caq üstü 2. Sevincək. Misal üçün o sevincək içəri daxil oldu. Aşı var. Yanaşı. Akı var. Akı. Akı. Çəpəki, yanakı və s. kimi sözlər də var. Sonra lıq üstəgəl da şəkilçisi var. Misal üçün təklikdə və s. kimi. Deməli, zərf bayaq da qeyd etdik ki, bütün əsas nitq hissələrinə aid olub onları izah edə bilər. Qeyd edim ki, gün, ay, il, həftə, sonra yay, qış, payız, yaz, bu tipli, yəni zaman məzmunlu sözlərin üzərinə, o cümlədən o əvəzinin üzərinə da şəkilçisi artıranda da olur leksik şəkilçisi. Gündə, ayda, ildə, qışda, yayda, payızda, onda bu tipli sözlər biz zaman zərf kimi götürürük. Lakin yerlik hal şəkilçisinin isimlərin üzərinə artırıldığı isə yerlik hal şəkilçisi kimi götürəcəyik. Yəni burada qarışdırmırıq. La şəkilçisi nan formasında tələffüz olunur. Misal üçün bayaq igidliklə sözünü qeyd etdik. Tələffüz forması belə olacaq. Deməli, la şəkilçisi nanla formasına, ahəngə nanla formasına tələffüz olunmuş olacaq. Sonra bir sıra deməli, hansı şəkilçilər də onlar? La şəkilçisidir, da şəkilçisidir və dan şəkilçisidir. La üstü 2, da üstü 2 və dan üstü 2 şəkilçilərdir ki, onların bayağı da qeyd etdik. La üstü 2 zərf düzəldən şəkilçisi və bir də ilə qoşmasının şəkilçiləşmiş forması kimi işlənir. Biz bu cümlədə necə fərqləndiririk? La üstü 2 zərf düzəldən şəkilçi olduqda necə sualına cavab verəcək? Lakin deməli, qoşma olduqda isə nə ilə sualına cavab verəcək? Misal üçün, mən atam ilə danışdım, kimi ilə danışdım, nə ilə və yaxud da kimi ilə sualına cavab verəcək. Amma desəm ki, o həvəslə çalışır. Necə çalışır? Həvəslə çalışır. Sonra da şəkilçisi bayağı da qeyd etdik ki, zərf düzəldən şəkilçi və yerlik hal şəkilçisi kimi işlənəcək. Zərf düzəldən şəkilçi kimi
Yenə də misal üçün tutaq ki, o ucadan daha doğrusu daha da deməli olacaq. Biz birlikdə iş gördük. Necə iş gördük? Yəni necə sualına cavab verəcək? O məktəbdə bu barədə danışdı. Harada? Yəni məktəb isimdir, onun üzərinə da şəkilsi artırdıb, yəni yerlik hal şəkilsi qəbul edib. Sonra dan şəkilsi də eyni ilə bu qaydada olacaq. O ucadan danışır, necə danışır? Ucadan danışır. Bir də var deyirik ki, o məktəbdən evə qayıdır. Haradan? Bir də var ca, bayaq canı da qeyd etdik. Mən dedim ki, ca yalnız deməli dil anlayışı bildirdikdə deməli zərf olur. Qalan hallarda isə ya ədat olacaq, ya da ki qoşma olacaq. Biz onları həmin nitq hissələrini keçəndə sizə ətraflı şəkildə məlumat verəcəyik. Biz sifətin dərəcələrini keçəndə də canın, yəni sifətin çoxaltma dərəcəsini, sifətlərin üzərinə artıraraq çoxaltma dərəcəsini yaratması ilə bağlı məlumat vermişdik. Və keçirik deməli mürəkkəb zərflərə. Mürəkkəb zərflərdə digər nitq hissələri kimi 2 və daha artıq sözün birləşməsindən yaranan zərflərə mürəkkəb zərflər deyilir. Deməli, mürəkkəb zərflər 3 cür yazıla bilir. Bitişik, defisdə və ayrı yazıla bilirlər. Defisdə yazılan mürəkkəb zərflər sözlərin təkrarı ilə yaranan zərflər. Misal üçün, asta-asta, tez-tez, bir-bir. Biz sayı keçəndə qeyd etmişdik ki, eyni sayın təkrarı nə sayılırdı? Mürəkkəb zərf sayılırdı. Yəni biz onu say saymırıq. 1 və ya 2 şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə, misal üçün gündən günə, ildən ilə və s. kimi. Daha sonra əks mənalı sözlərin və yaxud da yaxın mənalı sinonim sözlərin yanaşı işlənməsi ilə yarananlar yenə defisdə yazılacaqdır. Misal üçün, gec-tez, yuxarı-aşağı, aşağı-yuxarı daha doğrusu, yuxarı və s. Yönlük hal şəkilçisi qəbul etmiş bir sayının digər miqdar saylarının artırılması. 1-ə 5, 1-ə 10, 1-ə 1000 deyirik. 1-ə 1000 artdı, gəlirin 1-ə 10 artdı, 1-ə 1000 artdı və s. kimi. Tərəflərindən biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin iştirakı ilə, misal üçün, az-maz və s. kimi. Bitişik yazılan mürəkkəb zərflər. Bu zərflərə deməli bir bağ bitişdiricisi ilə yarananlar aiddir. Misal üçün, üzbəyüz. O mənimlə üzbəüz oturmuşdu. O mənimlə yanbayan oturmuşdu və s. kimi. Qeyd edeyim ki, biz bunu AH bitişdiriciləri ilə qarışdırmırıq. AH bitişdiriciləri nə yaradırdı? İsim yaradırdı. Sonra növbə-növ, rəngbərəng, sonra rəngarəng, cürbəcür tipli sözlər ki var. Bunlar sifətli zərflə qarışmış. Məsəl üçün, növbə-növ parçalar, rəngbərəng tutaq parçalar. Özündən sonra gələn nitq hissəsinə diqqətlə baxırıq. Bir də var müxtəlif mənalı sözlərin birləşməsi. At üstü. Məsəl üçün, o at üstü qaçırdı. Və s. kimi. Zərfin mənaca növləri. Zərfin elə tərifində biz onun mənaca növlərini üzə çıxarmış oluruq. Zərfin mənaca biz çünki bayaq tərifində nə dedik? Hərəkətin tərzini, yerini, miqdarını, zamanını bildirən əsas nitq hissəsinə dedik ki, zərf deyilir. Deməli, birinci növ olacaq mənaca növlərindən birincisi tərzi hərəkət zərfləri. Tərzi hərəkət zərfləri adından da göründüyü kimi hərəkətin tərzini bildirir və hərəkət deməli zərfləri. Tərzi hərəkət zərfləri necə, nə cür, nə tərzli suallarından birinə cavab verir. Qeyd edeyim ki, uşaqların ən çox, yəni sifətlə qarışdırdığı zərflər elə tərzi hərəkət zərfləridir. Amma yadda saxlayırıq, tərzi hərəkət zərfləri qeyd etdiyim ismi feilə aid olur, sifət isə ismə aid olur. Tərzi hərəkət zərflərindən sifət hər ikisi necə suallarına cavab versə də, tərzi hərəkət zərfləri hansı sualına cavab vermir, yadda saxlamış oluruq. Deməli, tərzi hərəkət zərfləri quruluşu 3 cür olur. Sadə, düzəltmə, mürəkkəb. Sadə tərzi hərəkət zərflərinə biz misal üçün deyə bilərik. Yaxşı, pis, gözəl, əla, fikir verirsiniz. Bu sözlərin əksəriyyəti
deməli nə ilə? Sifətlə ortaqlı sözlərdir. Yəni həm sifət kimi yerindən asılı olaraq biz bunları cümlədə müəyyən edirik. Sifətdir yoxsa zərfdir. Düzəltmə tərzi hərəkət zərflərinə aid igidliklə, qəhrəmancasına, birdən, ucadan, sonra ağayana və sair kimi zərflər düzəltmə tərzi hərəkət zərfləridir. Mürəkkəb tərzi hərəkət zərflərini deyə bilərik. At üstü, söz arası, tez-tez, üz-üzə, sonra addım başı və sair kimi bunlara biz mürəkkəb tərzi hərəkət zərfləri deyərik. Zaman zərfləri. İkinci aiddir zaman zərfləri. Hərəkətin zamanını bildirən zərflərə zaman zərfləri deyilir və nə zaman, nə vaxt, haçan suallarından birinə cavab verir. Zaman zərfləri də tərzi hərəkət zərfləri kimi quruluşça 3 yerə bölünür. Ümumiyyətlə, zərfin bütün məna növləri quruluşça hər 3 növdə də ola bilirlər. Sadə zaman zərflərinə bayaq da biz qaydanı ümumi izahlayən demişdik. İniş il, sıra gün, bildir, sonra axşam, dünən, sabah və s. kimi zərflər sadə zaman zərfləridir. Düzəltmə zaman zərflərini deyə bilərik. Çoxdan, hərdən, gündə, bayaq demişdik, dar şəkildə yarananlar. Ayda, ildə, gündə, həftədə və s. tiplər. Mürəkkəb zaman zərflərini isə biz deyə bilərik. Haçandan haçana, ara bir, axşamüstü və s. kimi zərflərə biz nə deyirik? Mürəkkəb zaman zərfləri deyirik. Yer zərfləri, burada elə qeyd edək. Yer zərfləri hərəkətin yerini bildirir. Haraya, harada, haradan suallarına birinə cavab verir. Yer zərfləri də deməli sadə, düzəltmə və mürəkkəb olurlar. Quruluşda sadə yer zərflərinə biz aid eləyə bilərik. İçəri, yuxarı, irəli, geri, sağ, sol, sonra arxa, kənar və s. kimi zərflər sadə zərflərdir. Yer zərfləridir daha doğrusu. Düzəltmə yer zərflərinə misal üçün aralıqda, ortalıqda və s. aid edə bilərik. Mürəkkəb yer zərflərinə o tərəf, bu tərəf, sağa, sola, üzü yuxarı, üzü aşağı və s. kimi zərfləri biz mürəkkəb zərflərə aid eləyə bilərik. Qeyd edim ki, bəzən uşaqlar məkan mənalı isimlərlə yer zərflərini qarışdırırlar. Misal üçün, tutaq mən deyirəm ki, mən kənddə yaşayıram. Harada sualını və yaxud da yaşayıram. Haraya, haradan suallarını görən kimi uşaqlar nə edirəm? Yaşayıram. Harada? Kənddə. O dəqiqə götürürlər. Çünki zərflə zərfliyi qarışdırırlar. Ona görə haraya sualına və yaxud da harada sualına cavab verirsə deməli zərfdir. Xeyr, baxırıq kənd sözü nədir? İsimdir. Dadə isə yerlik halın şəkilsidir. Amma mən desəm mən orada yaşayıram. Orada yaşayıram. Burada orada sözü nə olacaq? Zərf olacaq. Yaşayıram. Bunları qarışdırmırıq. Ümumiyyətlə, zərflə zərfi də qarışdırmırıq. Zərf morfologiyanın, zərflik isə sintaksin bölməsidir. Zərf nitq hissəsidir, zərflik isə cümlə özüdür. Biz zərfliyi keçəndə bunlar haqqında daha ətraflı məlumat verəcəyik. Çünki hələ siz zərfliyi, feili bağlamanı keçmədiyim üçün sizlərə ətraflı, yəni onların fərqini izah etmirəm. Onları keçəndə zərflə oxşar və fərqli xüsusiyyətlərini, onları cümlədə necə fərqləndirmək lazım olduğunu izah edəcəm. Daha sonra gəlir miqdar zərfləri, 4-cü növ. Miqdar zərfləri də hərəkətin miqdarını bildirir, bəzən də dərəcəsini bildirir, nə qədər, nə dərəcədə suallarından birinə cavab verir. Miqdar zərfləri də yenə quruluşça sadə, düzəltmə və mürəkkəb olurlar. Az, çox, xeyli və s. kimi zərflər sadə. Düzəltmə zərflərə dəfələrlə, azacıq və s. kimi zərflər düzəltmə zərflərə aid olunur. Mürəkkəb zərfləri isə biz bayağı da qeyd etmişik ki, eyni sözün təkrarına yaranan mürəkkəb zərflər demişik. Onların bir qismi də elə mürəkkəb miqdar zərflərdir. 1-ə 5 olsun, çox-çox, 2-2 və s. Qeyd edeyim ki, deməli, biz bayaqdan elə nümunələr verəndə zərfin bəzi nitq hissələri ilə ortaqlı olan sözləri gördük. Zərflə ismin ortaqlı olan sözlərini qeyd edəcəm. Səhər, axşam,
gecə, gündüz, sabah və s. Bunlar yerindən asılı olaraq zərf və isim kimi işlənə bilir. Qeyd edeyim ki, isim və zərf kimi, sifət və zərf kimi, say və zərf kimi ortaqlı olan sözlər amonim deyil, qarışdırmırıq. Yəni onlar istəyir hərəkəti tutaq ki, çoxluğunu, azlığını bildirsin və yaxud da istəyir əşyanı, yəni anlayış dəyişmir, məna dəyişmir. Bir sözün amonim olması üçün tamamilə fərqli mənaları ifadə etməsi lazımdır. Ona görə də zərflə isim, zərflə sifət və zərflə sayın ortaqlı sözləri bir-biri ilə amonimlik təşkil etmir. Bir çox hallarda uşaqlar bunları qarışdıraraq amonim götürürlər, yəni qarışdırmırıq. Misal üçün deyirəm ki, səhər açıldı. Açıldı nə? Səhər. Burada isim olacaq. Və bir də deyirəm ki, səhər bizə gələrsən. Gələrsən nə zaman? Səhər. Yəni biz bunları cümlədə müəyyən eləyə bilirik ki, həmin sözlər deməli isimdir yoxsa zərfdir. Sonra deməli var sifətlə zərf kimi ortaqlı xüsusiyyətlər bayaq da qeyd etdik. Qəşəngdir, yaxşıdır, pisdir, cəhddir, aydındır, gözəldir və sair kimi sözlər həm sifət, həm zərf kimi işlənə bilir. Misal üçün deyirəm ki, o gözəl qızdır. Gözəl sözü nəyə aiddir? Qız isminə aid. Qızı izah etdi, deməli sifət olacaq. O gözəl danışır. Burada isə hərəkəti izah etdiyi üçün nə olacaq? Zərf olacaq. Daha sonra biz deməli zərflə say kimi işlənən sözlər daha çox işlədirik. Onları da qeyd edək. Az, çox, xeyli, biraz, bir qədər və sair kimi sözlər yenə də say və zərf kimi işlənə bilir. Yenə də deyəcəm. Misal üçün otaqda çox insan var idi. Burada çox nəyə aiddir? İnsan ismindən qabaq işləndiyi üçün bu olacaq say. İndi isə deyirəm ki, otaqda, daha doğrusu o çox danışır. Danışır nə qədər? Çox. Burada isə nəyə aid olacaq? Deməli, feilə aid olduğu üçün biz onu zərf kimi götürəcəyik. Sonra var çox sözü qeyd edeyim ki, uşaqlar, çox sözü ədat kimi də işlənə bilir. Biz bunu harada işlədirik ədat kimi? Yadımızı salırıq sifətin çoxaltma dərəcəsinin sintaktik yolla yaranan çoxaltma dərəcəsi. Ən, çox, lap, olduqca, daha, artıq, zil ədatları ilə yaranan çoxaltma dərəcəsi o. Sifətin qarşısında işləndikdə isə bu çox, deməli ədat kimi işlənəcək. Zərflə qoşma kimi olan sözlər var. Əvvəl, qabaq, sonra, bəri tipli sözlər həm zərf, həm qoşma kimi işlənəcək. Misal üçün deyirəm ki, o məndən əvvəl gəlib. Bir də deyirəm ki, əvvəl sən oxu. Sonra mən oxuyaram. Nə zaman oxu? Əvvəl, nə zaman oxuyaram? Sonra. Amma burada biz bu sözü sual vermirik. Özündən əvvəlki sözü qoşularaq müəyyən mənaçaları yaradıb, deməli məndən əvvəl gəlib nə zaman məndən əvvəl. Biz əvvələ orada təklikdə sual verə bilmirik, çünki qoşmadım. Zərflə ədat ortaqlı sözlər bayaq biz çox sözünü qeyd etdik. İndi digərlərini də qeyd edeyim. Yalnız var, təkcə var. Yalnız, təkcə. Misal üçün desəm ki, o təkcə oturmuşdu, yəni tək mənasında. Oturmuşdu necə? Təkcə. Burada olacaq zərf. Bir də var, deyirəm ki, təkcə sən gəl. Məhdudlaşdırıcı ədat. Misal üçün yenə desəm ki, o yalnız çalışır, yəni tək çalışır.
desəm ki, yalnız o edə bilər. Baxın, təkcə o edə bilər. Yəni əvəz edə bilirik sinonim ədatlardır. Deməli, burada nə kimi işləmiş olacaq? Bu ədat kimi işlənəcək. Deməli, zərflə digər nitq hissələrinin ortalığında, yəni bu formada biz rahatlıqla müəyyən eləyə bilərik. Və gəlirik uşaqlar, zərfin cümlədə rolu. Zərflər əsasən cümlədə zərflik vəzifəsinə çıxış edir. Bayaq da mən qeyd etdim ki, zərflə zərflik eyni anlayış deyil. Zərf nitq hissəsi, zərflik isə cümlə özüdür. Zərf morfologiyanın, zərflik isə sintaksin, sintaktik bölməsinin deməli termində anlayışıdır. Zərflərin 4 növ var. Tərzi hərəkət, yer, miqdar və zaman zərfləri, amma zərfliyin isə 6 növ var. Biz zərfliyi keçəndə səbəb zərfliyi və məqsəd zərfliyi də keçəcəyik, amma səbəb zərfi və yaxud da məqsəd zərfi anlayışı yoxdur, qeyd edim. Zərf əsasən biz dedik ki, yenə də qeyd edim ki, zərflik vəzifəsinə çıxış edir, amma bütün cümlə özü vəzifələrində çıxış edə bilər. Yəni xəbərlik şəkildə qəbul edib xəbər vəzifəsinə, az hallarda mübtəda, tamamlıq və təyin vəzifəsinə çıxış edir. Hər birinə aid nümunə yazacağam. Misal üçün zərfin zərflik vəzifəsinə elə ən çox işləndiyi zərflik vəzifəsi ona aid yazacağam. Tutaq ki, o qəhrəmancasına döyüşdü. Döyüşdü necə? Qəhrəmancasına. Bu söz deməli burada zərflik vəzifəsinə çıxış edəcək. Daha sonra xəbər vəzifəsinə çıxış etməsinə aid nümunə deyim. Tutaq ki, sənin kitabın aşağıdadır. Haradadır? Aşağıdadır. Bax, bu söz deməli zərf olsa da xəbər vəzifəsinə çıxış edir. Və yaxud da deyirəm, təyin vəzifəsinə çıxış edən zərf aşağı otağı sildim. Sildim haranı? Otağı, hansı otağı? Aşağı otağı. Təyin vəzifəsinə çıxış etdim. Və yaxud da deyirəm, mübtəda kimi işlənənlərə aid bir dəqiqə bunu silək. Qaydaya əməl etsin ki, aşağılar bu formada biz sual cavab veririk və bir də qaldı tamamlıq formasında, tamamlıq daha doğrusu vəzifəsində işlənən zərf. Tutaq ki, deyirəm, yuxarını təmizlədim və yaxud da aşağını, yuxarını təmizlədim. Təmizlədim haranı? Yuxarını. Qeyd edeyim ki, bir daha zərf daha çox zərflik vəzifəsinə çıxış edir. Bu oldu zərf. Ümid edirəm ki, izah sizin üçün aydın və anlaşılır oldu. Əgər bəyəndinizsə, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sağ olun.